Hər kəsə salam. Mən bu videoda bugünkü 9 sinif buraxılış imtahanının Azərbaycan dili fənnindən qrammatika suallarının izahını verəcəm. Deməli 27-ci sual. La-nın işlənmə məqamlarının düzgün uyğunluğunu müəyyən edin. Qoşma, bağlayıcı və zərf düzəldən şəkilçi kimi. Səfi dayı qonaqlıqda Hüseynlə tanış olmuşdu. Yəni burada la artıq ilədir. Yəni Hüseyn ilə, ona görə biri A olacaq. Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladılar. Deməli burada iləni yenə biz və verə bilirik. Yəni Rizvan və Qədir. Ona görə də B gedəcək 2-yə. Elə şərq ölkələri var ki, oraya günəş ilə bərabər ensən, yenə də dərinliklərə nüfuz edə bilməzsən. Günəş ilə bərabər ensən, yəni qoşma. Deməli 1-ə gedəcək A və C. Bu cəhətdən cavabımız ya A-dır ya da B-dir. Ertəsi gün həvəslə bizi həmin tədbirə çağırdı. Həvəslə necə, nə cür? Artıq bu zərf düzəldən şəkilçidir. Yəni 3-ə gedəcək D. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Bəli, müvəffəqiyyətlə necə? Artıq burada da olacaq. Deməli zərf düzəldən şəkilçi. Yəni 1-ə AC, 2-yə B, 3-ə də D və Y. Yəni A variantı. Növbəti sual. Bəli. Fərid sinifdə hamıdan kiçikdir cümləsində xəbər hansı niksəsilə ifadə olunmuşdur? Burada bizim xəbərimiz kiçikdir, yəni necədir? O da sifətdir, yəni cavabımız olacaq D variantı. Sual şərəsinin yerinə hansı şəkilçi yazılsa düzəltmə söz alınar? Gülçülər, yəni C variantı. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun tikləri müəyyən edin. Deməli, əvvəlcə şeiri oxuyaq. Anındakı qırışlar adicə qırış deyil, öz xalqının keçdiyi izraf yollarıdır. Deməli, doğrudur. Hər iki misrada ismi birləşmə işlənmişdir. Birinci misrada bizim ismi birləşməmiz biri anındakı qırışlardır, biri də adicə qırış, biri də budur. İkinci misrada isə öz xalqının keçdiyi, yəni bir var öz xalqı, sonra izdirab yolları. Bunlar artıq olacaq ismi birləşmələr. Yəni, hər iki misrada ismi birləşmişlənib, bəli, doğrudur. Yəni, biri götürəcəyik biz. Bu cəhətdən C və D gedir. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsubiyyət qəbul edir. İkinci misra öz xalqının keçdiyi izdirab yollarıdır. Bu yanlış olacaq. Çünki burada sadəcə xalqının sözündə həm hal, həm mənsubiyyət var. Yəni, öz xalqı, ö mənsubiyyət, bir də ön yəlik. Amma başqa izdirab yollarıdır var. Yollarıdır da sadəcə izdirab yolları, yəni izdirabın yolları. Yəni sadəcə mənsubiyyət var. Yolları sözündə sadəcə mənsubiyyət var. Hal yoxdur. Ona görə də 2-ni götürmürük. O cəhətdən Y də gedir. Birinci misradakı isimlər eyni haldadır. Birinci misradakı isimlər biri qırışlardır, digəri də qırışdır. Hər ikisi adlı haldır. Doğrudur. Yəni 1, 3 götürəcəm. Aha. İndi yanlış desə yanlış fikirlərə baxacağıq, seçəcəyik. İkinci misrada ismi xəbər söz birləşməsilə ifadə olunub. İkinci misrada bizim xəbərimiz öz xalqının keçdiyi izdirab yollarıdır. Nədir? İzdirab yollarıdır. Xəbərim budur və bəli, o da söz birləşməsidir. Ancaq bu doğru fikirdir. Ona görə yanlışa yazıb deyə götürməyəcəm. O cəhətdən A da gedir. Deməli, cavabımız olacaq B variantı. Birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənib. Yəni ki, təyinlər baş və ikinci dərəcəli üzvə aid olub deyir. Birinci misradakı təyin, deməli, alındakı qırışlar adicə qırış deyil. Qırış deyil xəbər. Nə qırışlar? Mübtəda hansı qırışlar? Alnındakı. Bu alnındakı sözü təyindir. Bu qırışlara aiddir. Yəni baş üzvə aiddir. İkinci təyinimiz də bizim adicə. Necə qırış deyil? Adicə qırış deyil. Bu təyinimiz də bizim xəbərə aiddir. Yəni hər iki təyinimiz bizim baş üzvlərə aiddir. Yəni ikinci dərəcəli üzvə aid deyil. Yəni burada ümumiyyətlə ikinci dərəcəli üzv yoxdur. Yəni bu səhvdir, səhvə yazıb, düz yazıb. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Xeyr, alnındakı adidir, adicə adidir. Və salam, başqa heç sifətim də yoxdur. Yəni səhvdir, səhvə yazıb, düz yazıb. Cavabımız olacaq B variantı. Biri yalnız baş üzvlərdən ibarətdir. Bu il məhsulumuz bol oldu. Bol oldu nə? Məhsulumuz nə vaxt bu il? Yəni burada zərflik var. Əqrəb qorxulu həşəratdır. Əqrəb necə həşəratdır? Qorxulu təyin var. Nəriman şəhərdə yaşayır. Harada yaşayır? Zərflik var. Kinodan sonra evə qayıtdıq. Haraya qayıtdıq evə? Nə vaxt kinodan sonra? Yəni ona görə də zərfliklərim var. Olmaz. Sizin qonşunuz həkimdir. Həkimdir xəbər. Kim? Sizin qonşunuz. Yəni bizim doğru cavabımız olacaq Y variantı. Çünki sadəcə mübtəda və xəbərdən ibarətdir. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Cümləsinin təhlillə bağlı səhv fikri müəyyən edin. Deməli, hər iki tərkib hissədə tamamlıq işlənib. Deməli, bizim birinci tərkib hissəmiz elə adamlarla oturdur. Nə et? Oturdur. Kimlərlə? Adamlarla. Baxın, bu adamlarla bizim tamamlığımızdır. Elə də olacaq təyin. Yəni ki, birinci tərəfində tamamlıq var. Hamı onlardan razılıq etsin. Razılıq etsin xəbər. Kim, hamı, mübtəda kimlərdən? Onlardan. Mənim tamamlığım da budur. Yəni, hər iki tərkib hissədə tamamlıq işlənib. Ona görə də A doğrudur. Əvəzliklə ifadə olunmuş mübtəda işlənib. Bəli, hamı. Baxın, mübtədamız budur və əvəzlikdir. B də doğrudur. İşarə əvəzliyi təyinin ifadə vasitəsidir.
Burada deməli bizim təyinimiz hansıdır? Elə adamlardan, bəli, necə adamlardan təyindir və işarə vəzlidir. Doğrudur. Xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Oturdur, bəli, mürəkkəb feildir. Razılıq etsin, mürəkkəb feildir. Ona görə D də doğrudur, götürmürəm. Tərkibindəki cümlələr ümumi şəxslidir. Baxın, hamı onlardan razılıq etsin. Burada mübtəda var idi deyə bu müəyyən şəxslidir. Birinci tərəf isə elə adamlarla oturdur. Yəni sən oturdur. Yəni ona görə bu ümumi şəxsli deyil. Götürmürəm. Yəni cavabımız olacaq bizim burada Y variantı. Yəni ikinci tərəfimiz bizim müəyyən şəxslidir. 33-cü sual. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Burada biz bunu iki cür düşünə bilərik. Bir var, deyirəm ki, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Yəni kimsə, yəni Aysuya müraciət edərək deyirəm ki, yəni Aysu kimsə Nuray və Zəhra ilə məsləhətləşsin. Bunda xitab olur. Bir də var, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Yəni o Aysu ilə, Nuray ilə, Zəhra ilə məsləhətləşsin. Yəni onda artıq Aysu ilə, Nuray ilə, kim ilə, yəni artıq bu tamamlıq olur. Ona görə də həm tamamlıq kimi düşünmək olur bunu, həm də xitab kimi. Sabir, Orxan, Turac və Anarla danışılsın. Bu da onun kimi. Bir var, Sabirə müraciət edərək deyirəm ki, Sabir, Orxan, Turac və Anarla danışılsın. Bir də var, Sabirlə, Orxanla, Turacla və Anarla danışılsın. Yəni kimi ilə, tamamlıq kimi. Yəni tamamlıq və xitab kimi. Ona görə B-də olmaz. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Bu artıq yalnız xitab kimi olur. Çünki Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Yəni Laləyə müraciət edərək deyirik. Ancaq burada artıq Lalə, Əhməd də, Uğur da, yəni mübtəda kimi düşünə bilmirəm bunu. Əgər bunu mübtəda kimi düşünə bilsəydim, onda Lalənin də yanında də verilərdi, bağlayıcı kimi verilərdi. Yəni Lalə də, Əhməd də, Uğur da. Ancaq elə verilmədiyinə görə mən bunu ancaq xitab kimi düşünə bilirəm. Yəni ona görə bizim doğru cavabımız olacaq C variantı. Akif, Vəli və Toğrul danışsınlar. Bəli, bir var mübtəda kimi. Akif, Vəli və Toğrul danışsınlar. Kim? Bir də var Akif, Vəli və Toğrul danışsınlar. Belə də deyə bilərəm. Y variantda sahib, Elşən, Tuqay tədbirə dəvət etdilər. Yəni sahibi, Elşəni, Tuqayı tamamlıq kimi. Bir də var sahib, Elşəni və Tuqayı tədbirə dəvət etdilər. Yəni xitab kimi. Yəni bunu həm xitab kimi düşünmək olur, həm də tamamlıq kimi. Hansı söz feilin əmr şəklindədir? İşləyəcək zamandır, xəbərdir. Danışar zamandır, xəbərdir. Gələsidir, lazımdır. Öyrənə, arzudur. Oxuyun da deməli olacaq əmr şəkli. Yəni bizim doğru cavabımız olacaq Y variantı. 35. Hansı cümlədə səhv yazılmış söz var? Kin, kidurət qəlbdə kölgə kimi dolaşar. Burada səhv elə A variantıdır. Çünki kin, kidurət yox, küdurət, yəni i yox, i olmalı idi. Yəni bizim cavabımız olacaq A variantı. Qalan variantlarımız da doğrudur. Kompüteri ehtiyatla istifadə et, doğrudur. Vətənimizin sərvətləri boldur, doğrudur. Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır, doğrudur. Universitet tələbələri uğur qazandılar, bu da doğrudur. 36. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? O evin yiyəsi Nazim Səfərlidir. Burada biz bunu işarə kimi düşünə bilərik. Hansı evin yiyəsi Nazim Səfərlidir? O evin. Bir də var. O evin yiyəsi Nazim Səfərlidir. Yəni həm şəxs, həm işarə. O maşına doğru getdi. Kim maşına doğru getdi? O. Bir də var o maşına doğru getdi. Hansı maşına doğru? Yəni bunu iki cür düşünə bilirik. Ona görə A getdi, B getdi. O məktəbin həyətini addım-addım dolaşdım. Yəni o məktəb. Bu məktəb yox, o məktəb. Bir də var. O məktəbin həyətini addım-addım dolaşdı. Yəni şəxs kimi. D-yə baxaq. Yəni C də olmaz. D-yə də baxaq. O içəri girib baş əydim. Kim içəri girib baş əydim? Mübtəda kimi, yəni şəxs əvəzliyi kimi. Ancaq bunu işarə kimi düşünmək olmur. Yəni o içəri, hansı içəri ilə bir şey ola bilməz. Yəni bizim variantımız olacaq D variantı. Y-yə baxaq. O meşəyə gedən yoldur. Bir var deyirəm ki, o yəni yoldur. Nə? O. Yəni o meşəyə gedən yoldur. Nə meşəyə gedən yoldur o? Bir də var. O meşəyə gedən yoldur. Hansı meşəyə gedən yoldur? Ona görə də bunu həm işarə, həm də şəxs kimi düşünə bilirəm. Yəni olmayacaq Y variantı, cavabımız olacaq bizim D variantı. Bu videoluk bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə bəyənməyi, rəy yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.